müəllimlərimizdən çox şey öyrənmişik. Doğma ana dilini Akademik Zərifə Əliyev adına Xaçmaz şəhər 8 saylı məktəb liseyində 4-cü Ç sinif şagirdlərinin Əlvida İlk Müəllimim adlı buraxılış gecəsi keçirilib. Tədbirə şagirdlərlə yanaşı onların valideynləri və məktəbin müəllim kollektivi də qatılıb. Buraxılış gecəsi şagirdlərin Azərbaycan milli rəqsini ifa etməsi ilə başlayıb. Daha sonra şagirdlər 4 il ərzində ilk müəllimlərindən öyrəndikləri bilik və bacarıqları nümayiş etdirib, mahnı və şeirlər ifa edib. Müəllim, söz deyən bir ümmandır o. Süzülür idraka hey damla damla. Elə unudulmaz bir insandır o. Hər an yad edilir bir ehtiramla. Alim də, şair də, rəssam da olsa, yenə minnətdarıq müəllimlərə. Tədbirdə çıxış edənlər ibtidai təhsil pilləsini başa vurmaları münasibəti ilə şagirdləri təbrik edib. Müəllimlərinin böyük zəhməti hesabına şagirdlərin göstərdikləri fəallıqları yüksək qiymətləndirib. Bayramı şagirdlərin bu vaxta qədər aldıqları biliklərin hesabatı kimi dəyərləndirib. Onlara orta təhsil illərində də uğurlar arzulayıb. O cür gözəl şeirlər söylədir ki, o ürəyinizdən gələn sözləri o şeir sözlərinə dediniz. İndi o şeirlərin qabağında mən söz də tapa bilmirəm. Sizi müəlliməyə necə çox sağ ol deyib ki, çox gözəl uşaqlar yetişdirib. Şagirdlərin biz oturduq diksiyası ilk növbədə çox gözəl sərbəstliyi vardı şagirdlərdə. Yəni özlərini idarə edə bilir səhnədə. Həqiqətən hələ biz bu bayramın təsirindən çıxıb qutara bilmirik. Çünki müəllimə nə qiymət lazımdır, burada bizə verildi. Sağ olsun bu işi təşkil edən Nurani müəlliməmiz, vətənə, müəllimə həsr etdiyi, bu gözəl şeirlərlə bizi feyziyyat etdiyi bu gözəl tədbir həqiqətən də çox təqdirə layiq bir tədbir oldu. Bir daha uğurlar. Bayram tədbiri şagirdlərin rəngarəng rəqsləri ilə davam edib.